Salam dostlar, hər birinizi salamlayıram. Düzdür, telefonla çəkiliş edirəm. Biraz əlimdə telefon sirkələnir. Bax, belə sizə bu günlərim istədim ki, TikTok səhifəmi sizlərdən bölüşüm. İzləyicilərin sayəsində belə bir söz deyim. Buradadır. Mən deyirəm başlıq hardadır. İzləyicilər çox sağ ol deyirəm. 9013 nəfər olduq. Paylaşdığım videolar sizdən bölüşmək istəyirəm ki, nə videolar paylaşıram burada. Elə birinci zakriblat elədiyim video. Bıraq. Burada. Səsi çıxmır deyəsən. Videoların səsi niyə batdı? Bilmirəm. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber. Bu videonu da yeni paylaşmışam. 58 dənə ürək qoyublar. Allah hər birinin canını sağ eləsin. Ondan sonra belə bir video var burada. Bu da belə bir videodur. Burada 2 tane muskasıdır. 9 tane ürək gəlibdir. Ey Rabbim, sana sığınmaktan başka bir kapım yok. Bilirim, kalbim bazen yorgun, bazen... Bu da belə bir video dinə ait. Yəqin ki, dinimizi belə deyək, həmişə qulaq asan dinimizə, belə gözəl kəlamlara çox insanlar var. Mən də paylaşıram. Bəyənənlər, ondan sonra baxanlar çox sağ olsunlar. Baxmayanlar da çox sağ olsun, fərqi yoxdur. Papaq kişilik için şart değil. Bu da belə bir video. Her şişe bık, kolu zorlu mert değil. Allahu la ilahe illa huvel hayyul kayyum. Nədən bilmirəm, internetdə nədirsə batır səsi. Bu videoda da yol gedirəm, belə hava yağışlıq deyə ekran yol yaxşı görsənmir. Ona görə də belə, həm də maşının üçləsi də biraz cızıqdır. Ona görə də yaxşı görsənmir deyə belə effekt veribdir. وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ. Mən belə aslında deyək belə dini videolar paylaşıram. Əvvəllər başqa videolar paylaşdım, sonradan dini videolara keçdim. Görürəm ki, insanların xoşuna gəlir belə video paylaşmağım. Ona görə də belə də davam elədim. Şimdi benimle beraber bu ismi azam duasını tekrar et. Ferdun, hayyun, kayyumun, hakemun, adlun. Videonun ortasında belə bir söz deyim sizlərə dostlar. Mən yəni pastayan uzaq yolda olduğum üçün həmişə belə aparıb gətirdiyim adamlar gecə yolda olduq deyə yatışırlar. Telefonu mən də belə qoyub çəkirəm. Yol boyu paylaşıram. Allahu la ilahe illa huvel hayyul kayyum. La ta'khuzuhu sinetun ve la nevm. Allahu ekber, Allahu ekber. Elhamdülillahi Rabbil alemin. Sabahlarınız həmişə xeyirə açılsın. Ey gözəl insanlar, gününüz uğurlu olsun. Bəd nəzər. Bu da mənim maşınımdır. Kia Rio'dur. Belə deyək də kasıbın olandan burada xarici ölkədə işləyirik.
insanlardan uzak olasınız. Sabah bir an olsun dur ve gökyüzüne bak. Sonsuz bir düzeni yaratan yeni güne ve yeni haftaya Rabbimin en yüce ismiyle başlıyoruz. Ya Allah, Ya Rahman, Ya Hannan, Ya Mennan, Ya Vedud, Ya Bedi'as semavati vel ard, Ya Zelcelali vel ikram, Ya Rabbel alemin, Ya Erhamer rahimin. Bizleri her türlü şerden, kazadan, beladan, yangın. Bugün iffetin nişanesi, musibet. Bismillahirrahmanirrahim. Sebbih isme rabbikel a'la. Ellezî halaka fesevvâ. Bu dua hayatını olumsuz etkileyen bütün sıkıntıların için. Her kim bu duayı bir kere dinler, amin ile tasdik eder niyetini yaparsa, Allah Celle Celaluhu evlenemiyorsa ona bir kısmet nasip eder. Her gün iş yerini açmadan bir kere dinleyeni Allahu Ekber, Allahu Ekber. Yani bilenler bilir, səhifəmdə ən çox da belə videolar paylaşıram. Müjdə son vaxtlar yenə deyirəm, bu sözü təkrarlamaq kimi çıxmasın. Gördüm ki, həqiqətən də izləyicilərin xoşuna gəlir, izləyicilər belə videolara çox üstünlük verir. Düzdür, indi hərə bir video paylaşır, hərənin özünün belə deyək, bir auditor kütləsi var, belə deyək. Mən də bu formatda video paylaşmağı seçdim. Gördüm ki, dindar insanlar, ondan sonra dualara qulaq asanlar çoxdur və mən də istədim ki, bu formada davam edəyəm. İnsanlara nə isə belə deyək, çatdıraq, həm də özüm də qulaq asıb zövq alıram belə dini videolardan, dini səslərdən, deyimlərdən. Davam edək. De ki, o Allah tektir. Allah mühtaç değildir. O ne doğup ne doğulur. Onun benzeri de yok. Allah'ım, bu videomu izleyen bütün Müslüman kardeşlerimin ne dileği, ne duası varsa en güzel, en hayırlı bir şekilde onu ona nasip eyle. Amin. Ya Rabbi. Amin Allah, amin. Allah hər kəsin duasını qəbul eləsin. Davam edək. Cümə günüdür. Kimin ürəyində nə dərdi var, nə hacəti var, bu günün hörmətinə hamımızın dərdlərimizə dərman elə. Aqibətimizi xətmə bi xeyr elə. İltiması dua eləyənlərin, bizdən dua istəyənlərin hacətlərini rəva elə. Cümə günüdür. Allah Hacı Şahinə də rəhmət eləsin. Hacı Şahinin səsindən də paylaşdığım video. Baxış da gəlibdi, ondan sonra like da qoyulubdu. Kommentləri də özünüz görürsünüz. Allah bugün kalbimi ferahlatacak güzel haberlerle karşılaştır beni. Amin. Adımlarımı hayra yönelt. Sözle Bismillahirrahmanirrahim. Allah'ım sana sığınıyorum. Ben zayıf ve baştan çık. Allahu Ekber. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. Allah bütün dualarınızı kabul etsin Amin Allah. inşallah. Amin. Kederden, gamdan uzak olasınız inşallah. Allahu Ekber. Allah. Bu videoda yəqin ki, bu kommenti yazan ya Özbəkdir, ya da Tacikdir, bilmirəm. Əgər səhvlik edirəmsə, düzəldin səhvimi, kommentlərdə yazarsınız. Burada da bunun kommentinə video çəkmişəm. Normalda baxış gəlib, normalda indi özümə görə də, səhifəmə görə 500 nəfərdir paşdi. 76 dənə də like qoyublar, ürək qoyublar. Ey ağır günde nicat kapısını açan,
olan sənsən. Pislikləri sən bizdən uzaqlaşdırırsan. Çıxın bir nəfər Həzrət Əli əleyhissalamın yanına gəlib dedi. 70 fərsəxlik yoldan buraya Dostlar, buradan size bir söz diyeyim. Bak, bu video səhv etmirəmsə 47 mindir. Yoxsa 4700'dür, yox. 4700 baxış gəlibdi. 67 dənə də ürək gəlibdi. Amma 47 dənə də paylaşım var burada, paylaşıblar. Belə də yəni videonun özü gözəl dinləməli videodur. gəlmişəm ki, səndən sual soruşam. Həzrət Əli əleyhissalam dedi, buyur. Asimanlardan da böyük olan nədir? Yerdən də geniş olan nədir? Ya Muhammed, əgər bir şəxs bu duanı gündə, ayda, ildə bir dəfə oxuya bilməsə, ömründə cəmi bir dəfə oxusa belə, bu savab işləri görmüş hesab et. Allahu Ekber. Kalbini Allah'a bağla. Çünkü insanlara bağlanan kırılır, mala bağlanan aldanır, dünyaya bağlanan güzel insanlar çekin hayatınıza. Size huzur veren, gülüşünüze sebep olan, her fürsette yanınızda olan, sevincinize sevinen, acınızla kederlenen, yaxşı insanlar olsun hayatınızda. Allah sana her şeyin en hayırlısını nasip etsin. Yürüdüğün yolda her zaman iyi insanlarla karşılaştırsın. Seni yarı yolda Amin, bırakmayacak. amin. Sana her zaman Bismillahirrahmanirrahim. Allah sana öyle bir mutluluk yaşatsın ki geçmişte yaşadığın bütün üzüntüler, hüzünler, kederler kalbinden birer birer silinsin. Amin Allah. Dostlar, bax, bu Quran şəkili baba hal-hazırda videoda gördüyünüzdə, yəni başqa yer göstərməyəcəm. Sadəcə baxın, o mənim maşınımdadır. Baba, bu Quran şəkili. Quranın özü hal-hazırda mənim maşınımdadır. Baxın. Bismillahirrahmanirrahim. Allah hər birimizi bu Quranı oxumağa, belə səhv etmirəmsə belə açılır, hə. Oxumağa nəsib etsin. Düzdür, mən Quran oxuya bilmirəm. Amma ki, yəni deyim ki, maşında fırlayıram. Allahu Ekber. Bunun da qəşəng belə qabı var burada. Qoyuram bura. Neyse, qoya bilmədim, sonra düzəldərəm. Hə, bax belə. Beyin öyle bir huzur dolsun ki acıların yerini sevgi, umut ve sonsuz bir mutluluk alsın. Her günün bir öncekinden daha güzel olsun. Bax, bu videolar yaxşı baxışlayırlar. Allah sana Allah'ım dinleyeni, okuyanı, amin diyen herkesi bütün kötülüklerden muhafaza eyle Allah'ım. Peygamberimiz her gün bir ayet-i kürsü duası okurmuş. Bismillahirrahmanirrahim. Allahu la ilahe illa huvel hayyul kayyum. La te'khudhu sinetun ve la Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Dostlar, bu videom 50.000 baxış yığıb 605 dənə paylaşım olubdu. 1794 nəfər ürək qoyubdu və 2249 nəfər də videonu komment yazıbdı. Hamısına da bir cavab vermişəm. Siz də bir qulaq asın. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal mustakim. Sıratallezîne Belə dostlar, yəni TikTok səhifəmdə sizinlə belə paylaşdım. Gəlmək istəyən, takip etmək istəyən, qoşulmaq istəyən buyura bilər. Hər zaman da gözəl videolarla qarşınızda olacağım. Və YouTube kanalıma da sizlərdən xahişim olur ki, kim baxsa bəyənsin, takip atsın. Hər birinizə uğurlar arzulayıram. Allah hər birinizi var eləsin. Həmişə Allah sizlərin üstündən, başından qara buludu uzaq eləsin. Həmişə xoş günlər nəsib eləsin.